Sabahınız xeyir uşaqlar. Bundan əvvəl yüklədiyim mövzu sınağı çox sadə idi. Orada əvəzlikləri avtomatik dəyişmişdi. Orada zaman göstəriciləri yox idi ki, dəyişək. Ona görə daha bir sınaq işləmək istədim. İndi baxaq. Birinci cümlədən başlayaq. Burada baş cümləm keçmiş zamandadır. Bura qədər okey. Dırnağın içərisindəki cümləm nəqlidir. Ona görə zət bağlayıcısı verib. Bu da okey. Şəxs əvəzliyi. We dönüb olacaq they. They də dönməyibdir. Ona görə bunu siləcəm. Baş cümləm keçmiş zamanda olduğu üçün buradakı zamanım dəyişməlidir. Will have dönüb olacaq would have. Ona görə A da gedəcək. Və mənim zaman göstəricim tomorrow-da dəyişməlidir. Tomorrow dönüb olmalıdır the next day. The day before yesterday-in əvəzləməsidir. Bir gün əvvəl. Amma mənə növbəti gün, yəni sabahın əvəzləməsi növbəti gün lazımdır. Bu da C bəndidir. 2. I said to the boy, how do you feel today? Burada xüsusi sual cümləsidir. Xüsusi sual cümləsi olduğu üçün xəbərim dəyişməli idi baş cümlədə. Dəyişib, okey. Bağlayıcım olmalıdır buradakı xüsusi sual sözü. Baxın, C-də if veribdir. Bu olmaz. Bu ümumi sual cümlədəki bağlayıcıdır. Sual cümləsi dönüb olmalıdır nəqli. Yəni, buradakı köməkçi feil artıq itməlidir. Bunlar da getdi. Today-in dəyişməsi yesterday olmur. That-day olur. Bugün o günə dəyişir. Bu da D bəndi düzgündür. 3-ə baxırıq. Said Fred. Burada tamamlıq yoxdur. Ona görə told-a ehtiyac yoxdur. Bu nəqli cümlə olduğu üçün askada ehtiyac yoxdur. Yəni told-a ehtiyac yoxdur. Nəqli cümlədir. Baş cümləm keçmiş zamanda olduğu üçün budağımı da keçmiş zamanda verməliyəm. Ona görə C-ni də sildim. Sadəcə A variantı düzgündür. 4-ə baxırıq. Burada tamamlıq veribdir. Və bu da sual cümləsidir. Xüsusi sual cümləsidir. Bunu olduğu kimi veribdir. Okey. Mənim bağlayıcım olmalıdır artıq buradakı xüsusi sual sözü. Zətə gərək yoxdur. Digərləri düzdür. Baş cümləm keçmiş zamanda olduğu üçün budağım da keçmiş zamanda olmalıdır. Və bu sual cümləm dönüb olmalıdır nəqli. Burada baxın köməkçini saxlayıbdır səhvdir. Axı mənə nəqli lazımdır. Burada hədi önə keçirdibdir. Bu da olmaz. Burada da indiki bitmiş də verib. Bu da olmaz. Keçmiş olmalıdır. Y variantı düzdür. 5. Baxırıq ki, burada keçmiş zamandadır. Okey. Said əmr cümləsidir. Düzdürmü dırnağın içərisində? Əmr cümləsini necə dəyişirdik? Buradakı xəbər dönüb olacaq məstər. She asked to bring. Artıq buradakı me də dönüb olacaq bu he-yə görə him. Me saxlayıbdır səhvdir. Her olmaz. Çünki baş cümlədəki mübtədam üçüncü şəxsdə kişi cinsidir. Her yox, him olmalıdır. She asked to bring him a cup of tea. 6-ya baxaq. Xüsusi sual cümləsidir. Keçmiş zamandadır. Bağlayıcım why veribdir, düzdür. Burada artıq mən köməkçini itirməyəcəm. Çünki həm də inkardadır. Bu inkarda indiki sadə zamandır, düzdürmü? Onu keçirdəcəm keçmiş sadə zamana. Çünki baş cümləm keçmiş zamandadır. Bu sadə olmayanı siləcəm. Burada didi öndə verib mübtədadan əvvəl. Ona görə lazım deyil. Burada da you-nu dəyişibdir we. You olmalıdır elə I. Ya da we. Hər ikisi ola bilər. Sadəcə my olmalıdır her. Çünki mənim she-dir mübtədam. Ona görə his-i sildim. Amma burada we ola bilər. Sadəcə we-nin didn't-i we-nin önündə veribdir. Yəni sual kimi saxlayıbdır. Bu da olmaz. D bəndi qaldı. Deməli, mən burada diqqət etdim. Bir zamanı dəyişməliyəm. Sualı çevirib nəqli etməliyəm. Bir də əvəzliyi dəyişməliyəm. Hamısının dəyişdiyi, doğru olduğu tək variant D variantıdır. 7-yə baxırıq. Ümumi sual cümləsidir. Ümumi sual cümləsində bu baş cümlədəki xəbəri dəyişə bilərəm. Asked verə bilərəm. Said olmayacaq artıq. Çünki nəqli deyil. Mənim bağlayıcım if ola bilər, düzdür.
Burada bağlayıcı yoxdur, buna görə bunu da sildim. Hələ ki 3 variantım bura qədər düzgündür. Artıq burada do da olmamalıydı, çünki ümumi sual cümləmi çevirib eləyəcəm nəqli. Sadəcə zamanımı da dəyişəcəm, çünki baş cümləmin zamanı keçmişdədir. Ona görə go, goes olmayacaq, went olacaq. D bənd. 8. Əmr cümləsidir. Əmr cümləsi olduğu üçün bunların hər biri uyğundur. Sadəcə buradakı xəbərim dönüb olacaqdır. Məstər. Mənə məstər lazımdır. Məstər A-da var, B-də var, Y-də var. Baxaq gərək. Aha, indi baxın, Y-də zaman göstəricisini dəyişməyibdir. Axı mənim baş cümləm keçmiş zamandadır. Mən zaman göstəricisini dəyişməliyəm. Ona görə B bəndi düzgündür. 9-a baxırıq. İndi vasitəli verib, bunu vasitəsilə dəyişməliyəm. Baş cümləm keçmiş zamandadır. Bunu olduğu kimi bağlayacağım, saxlayacağım. Burada verib zət. Yəni zət bilirik ki, nəqlini birləşdirir. Deməli, mənə nəqli lazımdır. Yeni də siləcəm. Düzdürmü? Had to keçmiş sadədədir. Bu dönüb olacaq indiki sadə. Tamam mı? Bu gələcək lazım deyil. Keçmiş də lazım deyil. Qaldı 2 dənə variantın arasında. She said she had to make money at an early age. She dönüb olacaq I. Z olsaydı dönüb olacaqdı we. Ona görə A bəndi düzgündür. Ona baxıram. Baş cümləm keçmişdədir. Sualım ümumi sual cümləsidir. Deməli, burada if yoxdur. Bunu sildim. Buradakı sual cümləm dönüb olmalıdır nəqli. Ona görə baxın, bu səhvdir. Burada da if yoxdur. D-yə, Z-yə düzdür. He asks about if it would be dark when they get there. Okay. Burada fərq nədədir? Zamanımdadır. Mənim baş cümləm keçmişdə olduğu üçün mən zamanı dəyişib keçmiş verməliyim. Get olmalıydı got. Will olmalıydı would. Düzdür. 11. Bu nəqli cümlədir. Sual deyil. Ona görə ask-da ehtiyac yoxdur. If-ə də ehtiyac yoxdur. Digər variantlar hələ ki düzdür. Said to me olmalıydı. Said me də səhvdir. 2 variantım qaldı. Artıq buradakı indiki sadə zamanı mən dəyişib verməliyəm. Keçmiş sadə. Bitmişə gərək yoxdur. Keçmiş, bitmiş, keçmiş sadə dönüb ola bilər, keçmiş, bitmiş. Amma indiki sadə dönüb olur keçmiş sadə. 12. Ümumi sual cümləsidir. Ona görə asked olmalıdır. Said olmayacaq. Və if olmalıdır. C bəndi. 13. Xüsusi sual cümləsidir. Told-da gərək yoxdur. Told nəqlidə işlənir. Why readers admired? Bu da hələ ki düzdür. Zamanım, xüsusi sual cümləm dönüb olub nəqli. İndiki zamanı vermişəm keçmiş zamanda. Bu düzdür. Baxaq burada səhv nədir? Burada said olmaz, çünki bu sualdır. Burada da zamanı dəyişməyibdir, indiki veribdir. Buna görə səhvdir. 14. Ümumi sual cümləsidir. Həmçinin indiki zamandadır. Ona görə A-ya gərək yoxdur. A-ya keçmişə veribdir. D-də də keçmişdə veribdir, həm də told veribdir. İndi bura qədər düz, if də düz. Artıq mənim buradakı sual cümləm dönüb olmalıdır nəqli cümlə. Ona görə bu da səhvdir. Və baş cümləm indiki zamanda olduğu üçün keçmişi dəyişməyə gərək yoxdur. Olduğu kimi saxlayıram. 15. Ümumi sual cümləsidir. Said olmayacaq, told olmayacaq, told olmayacaq, asked lazımdır mənə. Zət də olmayacaq. Zət nəqlini birləşdirir. D bəndi. Burada keçmişdə olduğu üçün burada bitmişdə veribdir. 16. Keçmiş zamandadır. Ümumi sual cümləsidir. Ona görə said olmayacaq. Told olmayacaq. Asked olmalıdır. Zət də olmayacaq. If olmalıdır. Ümumi sual cümlələri if ilə birləşər. 17. Baxın, demişdik ki, əmr cümləsi
dönüb olur məstər. Amma əgər burada əmr ikinci şəxsə yox, digər şəxslərə ünvanlanıbsa, biz suggest feilindən istifadə edirik. Hər tərəfdə istifadə edib. Və suggestdən sonra birbaşa gerund gələr. Burada birbaşa gerund yoxdur. Gerund yox, ondan sonra tam adı nəymiş? Mübtəda gəlirsə, ikinci bir cümlə gəlirsə, onun xəbəri donmalıdır. Ya go olmalıdır, ya da should go olmalıdır. Bunu da izah etmişdim mövzuda ki, go tək olanda belə yenə də özünü should var imiş kimi aparır. Siz onun qarşısında should təsəvvür edin. Sadəcə should düşübdür burada. Amma teorik olaraq should burada var. Ona görə going olmayacaq, were going olmayacaq, went olmayacaq. C də var, D də var. Burada goes the cinema, go to the cinema olmalıdır. Burada sadəcə istiqamət bildirən söz önünü verməyibdir Y variantında. Ona görə bu burada səhvdir. Amma direkt vasitəli vasitəsiz üzr istəyirəm uşaqlar. Vasitəli vasitəsiz nitqin çevrilməsinə görə bu düzdür. Sadəcə digər tərəfdə söz önünü vermədiyi üçün səhvdir. C variantı düzdür. 18. Əmr cümləsidir, keçmiş zamandadır. Told me olmaz. Daha doğrusu told to me olmaz. Ask me. İndi mənə lazımdır məstər. Burada məstər yoxdur. Burada məstər yoxdur. Burada da yoxdur. Sadəcə C bəndi düzdür. 19. Ümumi sual cümləsidir. Ona görə said, told olmayacaq. Burada that var. Bu da yaramır. If düzdür. Burada baxın. Mənim nəqli sual cümləm dönüb olmalıdır nəqli. Ona görə A bəndi düzdür. 20. Nəqli cümlədir. Ona görə if-ə gərək yoxdur. That okeydir. Baş cümləm keçmiş zamandadır. Budaq cümləmdə keçmiş sadədəydir. Onu döndərib eləyəcəm. Keçmiş bitmiş. Sadəcə burada məchulda verib. Məchula gərək yoxdur. Mənim cümləm məlumdadır. İndi bu 2 months ago-nu da dəyişib edəcəm. 2 months before. Zaman göstəricimlə dəyişəcəm. Bu da burada səhvdir. Cavabım oldu C bəndi. Bu qədər uşaqlar. Ümid edirəm ki, sizin üçün faydalı olar, uğurlu olar. Təşəkkür edirəm.